Salam Azərbaycan xalqı. Mən Çingiz, sizinlə birlikdəyəm. Limon Çəngəli Live canlı yayınında. Bugün may ayının 5-i 2025-ci il. Bundan öncəki Limon Çəngəli Live'dan sonra öncə sizi məlumatlandırıram. Bilavasitə canlı yayında Limon Çəngəli Live bizim görüşümüzdə ki hakimiyyət hücuma keçdi. İlham Əliyev, hakimiyyət dilində ad deməli. İlham Əliyevdir burada, monopoliyadır. Artıq monarx tipli bir iktidardır, hakimiyyətdir. Hücum çəkdi ki, fəaliyyətimi dayandırım. Olmasın da, heç kim olmalı deyil. Çingiz Live, Limon Çəngəli Live olmalı deyil, Çingiz də fəaliyyətini dayandırmalıdır. Çünki İlham Əliyev belə qərar verib. İlham Əliyev reallıq hissini itirib, bunu deyim. Ona elə gəlir ki, nə istəsə onu edə bilər. Mən sizə deyirəm, edə bilməz, nə istəsə. Qarşılığını görər. Amma mən daha konkret deyim ki, İlham Əliyev məsələlərdə öz başına deyil. Əsas məsələ də budur. Ki, mənim müstəqimdə qərar verən Putindir, şef Putindir. Və İlham Əliyevə kömək edənlər kimdir? Yəni Putinin razılığı ilə. İsrailin Netanyahu Mossadı yüksək texnologiya cihazları və proqramları ilə təchiz edir. İlham Əliyev ailəsinin arxasında ta ki 93-cü ilin dövlət çevrilişi özü və ondan sonraki müddət indiyə kimi Britaniya monarxi ailəsidir və indi də hal-hazırda Ağ Evdə Trumpdır və əsas məsələ də dünyanı idarə edənlər Yahudi Siyonistlərinin eliti Rothschild və Komanda, Company ki, Britaniya monarxi ailəsi bu konun tərkib hissəsidir. Putinlə gizli qalmaqla Putinlə əməkdaşlıq edirlər. Əsas hədəfləri də böyük müharibəyə başlamaqdır bu məqsədlə. Və mənim də nəzarətdə qalmalıyam, yəni 10 illər bunu tətbiq etdilər əslində. Tam nəzarətdə, onu da bilirsiniz siz bir xalq olaraq. Bunu bütün bəşəriyyət bilir. Mən varam, mənim missiyam kainat birliyindəndir, Allahın izni ilədir. Və bunu kimsə dana bilməz. 5 ölkə, ən azı 5 ölkə bu faktı bilir və ən yüksək kateqoriyalı dövlət sirri kimi qoruyur. Bu ölkələrin adını bir də deyirəm. Rusiya, Azərbaycan, Amerika, Birləşmiş Ştatları, İsrail və Britaniya. Yəni adı gedir Birləşmiş Krallıq. Ən azı 5 ölkədə bu fakt dövlət sirri kimi qorunur. Ki, məni kainat birliyinə bağlayan siqnaldır ki, birbaşa mənə gəlir. Bunlar bunu bilir, bu faktı gizlədir və digərlərinə də quluşqa deyirlər də. Sovet vaxtı o radioları quluşit edirdilər, xaricdən yayınlanan. Ki, cəmaat qulaq asa bilməsin. İndi də elə bir şeydir, tətbiq ediblər millət. Miqyasa baxın, dövlətlər əlbir olub sizin gözünüzün önündə. Mənə qarşı, məni nəzarətdə saxlamaqdan ötəri dövlətlər əlbir olub.
Amerika dövlətlər deyəndə başqa fikirlər, yəni bu 5 ölkə, bu 5 dövlət və bir də onların müttəfiqləri ki, harada lazım ikən onlar da qoşublar. Çünki mən həmin ölkələrdə olmuşam. Almaniya və Belçikada, indiki halda da Albaniyadaydım. Tam nəzarət. Hər saniyə müdaxilə, hər saniyə nəzarət. Mənim missiyam tam şəffafdır. Mənim özüm tam şəffafam. Bütün fikirlərim, hisslərim, hərəkətim, niyyətim. Və bunlar da və mənə təsir etmək də tam sərbəstdir, azaddır. Kim istəsə və edilir də əslində onun o barədə danışıram. Mən öz hisslərini, niyyətini, hisslərini, düşüncələrini telepatik formada çatdıra bilər. Və eyni qaydada da mən istənilən adamın düşüncələri, hissləri əgər mənə qoşulursa, ələlxüsus hiss edirəm, bilirəm hisslərini, niyyətini, düşüncələrini. Bu mənəm və yalnızca mənəm yer kürəsi planetində. Və bu baş verir ona görə ki, kainat birliyi. Yəni Allahın dərgahı. Gerçəkliyi budur. Və bu 5 ölkədə mənim missiyamı bildiyi üçün ki, haqq, ədalət üçündür, insanlıq üçündür. Və insanlıq da günümüz bugündə, yəni sizlər, siz Azərbaycan milləti də olmaq daxil, bütün bəşəriyyət çox ciddi iki təhdidlə, sizi məhv edə biləcək təhdidlə üz-üzəsiniz. Artıq bu baş verir. Biri iqlim dəyişikliyidir. Siz bioloji bir forma olaraq yeni iqlimə uyğunlaşa bilməyəcəksiniz. Əgər iqlim dəyişikliyi baş versə və hamınız məhv olacaqsınız. Necə ki, dünyada mövcud olan vəhşi həyat deyək də, canlıların 90%-dən çoxu da məhv olacaq. İkinci təhdid, dünyanı idarə edənlər ki, Yahudi siyonistləridir, elitidir, sistem yaradıblar və bir əsrə yaxındır ki, dünyanı idarə edirlər gizli qalmaqla. Bu sistem maliyyə sistemidir. Dünyamız monetar dünyadır, yəni pul dünyasıdır. Hər şey pulla hesablanır, ölçülür, planlaşdırılır, həyata keçirilir və s. və ilaxıra. Və bu sistemin tam sahibkarları, tam Yahudi siyonistləridir. Yəni Yahudi siyonistlərinin elitidir. Rothschild & Co. Budur ki, mənim missiyam bu hamısını dəyişməyi tələb edirəm. Bu kainat birliyidir. Sizləri agah etməklə, sizləri oyatmaqla. Sizlər, yəni bütün bəşəriyyəti. Və 10 illərdir mən bunu edirəm. Və bunlar da bunun fərqində. Bir dəqiqə. Mən yoxlayıram, indi Instagramdayıq ki, canlı yayın gedir, getmir, necə gedir, gedirsə. Tamam. Davam edirəm. Mən niyə nəzarətə götürüblər bütün bir sistem yaradaraq? Mənim üçün ayrıca bir sistem yaradıblar.
Sizin üçün sistemi qruplar artıq dedim bir əsrdən çoxdur. Və onu təkmilləşdiriblər bu 10 illər ərzində. Mənim üçün də bu sistemi qruplar hər saniyə tam nəzarət, beynimə də müdaxilə olmaqla hər saniyə müdaxilə, amma radara qədər. Mən adını belə qoymuşam, radar. Bu mənim qalxanımdır. Yəni kainat birliyidir. Radarı keçmək mümkün deyil. Bəşəriyyətin inkişaf səviyyəsi və kainat birliyinin, Allahın dərgahının inkişaf səviyyəsi, belə desək, belə deyək, fərq üçün. Bəşəriyyətin biliyi, texnologiyası, gücü, kainat birliyinin biliyinin, texnologiyasının, gücünün 0,10'larla, bəlkə yüzlərlə 0 və yekunda da 1 rəqəmi faizlə kainat birliyinin. Burada bunların texnologiyası, süni intellekt inkişaf elətdirirlər, digər texnologiyalar. Mənə nəzarət etmək üçün bunları tətbiq edirlər. Özdə dövlət sirri sayılan formada, ona deyirlər military grade, məxfi sayılan, süni intellekt də daxil və s. Tətbiq edirlər aramsız hər saniyə. Öz sistemlərini, maraqlarını yəni, qorumaqdan ötəri, özlərini qorumaqdan ötəri, varidatlarını qorumaqdan ötəri. Sistemləri bu kainat birliyini ki, mənim missiyam və kainat birliyi vasitəsilə əlbəttə ki, mümkün olur, bunu yenə təkrarən deyirəm, hamısını şəffaflaşdırıb, gizlənməyə bunlara imkan vermir. Və bütün bəşəriyyət də agah olub ki, dünyanı idarə edənlər var və bu Yahudi siyonistləridir və onların şəbəkəsidir ki, bu şəbəkəyə həmçinin daxildir Putin, İlham Əliyev və s. Və bu Putin, İlham Əliyevin maraqları, hakimiyyətdə qalma maraqları. İlham Əliyev toxunulmaz qalmaqla hakimiyyətdə qalma və Putin imperiyanı bərpa etmə planı və yenə də toxunulmaz qalmaqla hakimiyyətdə qalmaqla. Və bu müstəvidə dünyayı idarə edənlərlə əməkdaşlıq edirlər, məni tam nəzarətdə saxlamaqla. Və bundan əlavə, yenə ən yüksək kateqoriyalı dövlət sirri olmaqla Amerika ilə Rusiya arasında və Azərbaycan da Rusiya tərəfdən həm imzaçıdır, tam məxfi dedim, razılaşma var. Mən nəzarətdə qalmalıyam. Bu əlavədir, inanın. Yəni, Rusiya gizli təşkilatdır, o öz şəbəkəsi sistemi ilə Putin əməkdaşlıq etməklə mənə nəzarəti həyata keçirir. Bir də var rəsmi amma məxfi. O rəsmi sənədlərdir, amma məxfidir. Amerika ilə Rusiya arasında anlaşma ki, Azərbaycan da onun tərkib hissəsi Rusiya tərəfdən. Bunları deyirəm, təkrarən, ilk dəfə deyil. Bilərsiniz ki, bunlar gecə-gündüz çalışırlar mənim missiyamı, mahiyyətini kişisinlər. Sizləri çaşdırıb allatmaq məqsədi ilə, sizləri nəzarətdə saxlamaq məqsədi ilə, hədəfi ilə. Necə hakimiyyətdə qala bilərlər? Əgər sizlər mənimlə birlikdə addımlamaqla, dinç yolla, mən bunu hər zaman dedim millət, düzdür yoxsa yox? Dinç yolla, konstitusyon yolu, seçkilər vasitəsilə bu hakimiyyəti biz yola salacağıq, əvəzləyəcəyik. Siz Azərbaycan xalqının yalnızca bu hüququdur, iradəsidir. Seçki vasitəsilə seçmək. Kimi rəhbər seçirsiniz ki, sizlərə qulluq eləsin. Azərbaycan
dövlətini idarə etməklə. Budur. Bu iqtidar yaramaz iktidardır. Düşmən iktidardır. Sizlərə nifrət edən iktidardır. Hamısı da canlı yayında baş verir. Azərbaycanımızı Rusiyamızda bunların deyimidir. Müdaxilələr gedir hal-hazırda. Və bu doğrudur, bunlar üçün Rusiyamızdır. Bunların deyimi. Və İlham Əliyev üçün Rusiya o dildə və s. General polkovniklər də həmçinin öyle. Azərbaycanımızı Rusiyanın tam təsiri altına salıb, Putin bunu edib, İlham Əliyev Putinin oliqarxıdır. Putin bunu edib, maraqlarını təmin edir. Qarabağımız ki, Ruslar bizdən alıb ermənilərə vermiş idilər. Təzdən götürdü, ermənilərdən alıb bizə qaytardı, amma SSR vaxtı olduğu kimi Azərbaycan da Rusiyanın tərkibində olmalıdır. Həmin modeli bunlar bərpa edirlər. İlham Əliyevin maraqları tam təmin olunur bu modeldə. Tam toxunmazlığı, varidatı və biznesi Azərbaycanda da bir xan kimi Rusiyanın tərkibində olmaqla. Yəni monarxik bir rejim. Plan bundan ibarətdir. Əlbəttə ki, hamı bunu bilir, bütün dünya bunu bilir. Ələlxüsusda İlham Əliyev, Putin bunu bilir, Netanyahu bilir, Britaniya monarxiya ailəsi bilir, Trump bunu bilir və Rothschild, Anko bunu bilir. Dünyada yek qüvvəyəm ki, bunlara gerçək, real, mənim missiyam təhdiddir, dəyişəsidir. Bunları iqtidardan yola salasıdır, dünyayı edən sistemi də dəyişəsidir, əvəzləyəsidir. Və biz buna nail olacağız. Bunların da amalı hakimiyyətdə qalmaq və bu yolda da nələri əl atmayıblar ki. O cümlədə mənə də təhdidlər, hədə qorxular. Artıq məni bir dəfə izalə ediblər Trump Ağ Evdə ikən. Üçlüyün arxasında da Rothschild, şübhəniz olmasın. 20-ci ildə Amerikada seçkilər ərəfəsi məni izalə etdilər. Bir seçkilərdən sonra bıraxdılar. Amma Trump'a xeyri olmadı. Məğlub oldu. Hamımız Biden'a o zaman inanırdıq ki, Biden fərqli olar. Müəyyən fərq var, kiçik fərq var. Orada əslində fərq ola da bilməz. Amma Trump daha uyğun sayılır Rothschild, Ankoya və Trump həmçində Putinin struktur adamıdır. Və böyük müharibəyə başlamaq üçün Trump onlara çox gərəkli idi. Ona görə də dünyanın gözləri önündə bütün Amerika konstitusiyasını, qanunlarını çeynəyərək, dəf edərək, nə bilim, belə hamısını etdilər və Trump'ı Ağ Evə qaytardılar. Bu qüvvə, bu güc, bu imkan Rothschild'da var və edib və edirdi. Amma mənim önümdə, və onlar özləri də bunu çox yaxşı başa düşür, mənim önümdə çox zəifdirlər. Çünki mənim missiyam tam şəffaf və bu bəşəriyyətlə birlikdə adımlamağımız deməkdir, sizə daxil. Və bəşəriyyətin oyanmağı, bunların sisteminin ki, tam gizlidir, bunlar gizli təşkilat kimi fəaliyyət göstərir. Üzə çıxır, gizlənə bilmirlər. O zaman sistemləri dağılır. Və böyük müharibə, bunların əsas planı biz önləməliyik. Böyük müharibədə 5 milyard insanı qırmağı planlaşdırırlar. Yeni dünya düzəni qurmağı planlaşdırırlar.
Orada 40-50 ölkə olacaq dünya xəritəsində, çox yox. Ən böyük ölkələrdən birisi də İsrail olmalıdır. Və dünyanı idarə edən bir qurum yaradasıdırlar, indiki BMT kimi yox. Tam monarxik qurum. Onun da başında Rothschild, imperator. Bu utopiya deyil, bu nağıl deyil. Bu gerçəklikdir. Və bu yolda da bir müharibəyə gedir. Görürsünüz ki, Fələstində canlı yayında genosid həyata keçirir. Putinə də yaşlı işıq veriblər, gizli qalmaqla. Yaşlı işıq veriblər, Ukraynaya tam miqyaslı silahlı müdaxilə edib, ərazilərini ilxal edib və planlaşır böyük müharibə zamanı Ukraynanı tam rəhm eləsin, təkinə qaçsın. Və bu müstəvidə əməkdaşlıq edir. Tam mənə nəzarət deyil, həmçində və əlaqsız böyük müharibə başlamaq üçün dünyanı idarə edənlər fərqinə varıblar ki, özlərinin görüşünə, hesablamalarına görə Putinsiz böyük müharibəyə başlamaq mümkün olmayacaq. Bu yüzdən dəstək. İlham Əliyev də Putinin yanında. Sxem budur. İndiki halda bunlar ki, üzə çıxır, mən üzə çıxarıram. Bunlar min bir dənə metoda əl atıblar. Hakimiyyətdə qalmaqdan ötəri. İndiki halda da yenə Putinin məşhur planı, metodu daha doğrusu. Güya qarşı-qarşıyadır. İndi güya Azərbaycan, Rusiya. Bu dərəcədə sizi geri zəkalı sayırlar. Azərbaycan iqtidarı tam əzəldən, 93-cü ildən Rusiyadır. İndiki halda əvvəl-xüsus Rusiyadır. Bütün orta və yüksək səviyyəli qərarlar, mahiyyəti etibarilə hamısını Moskva verir. Bunu gizlətmək lazımdır. Çingiz üzə çıxarır. Hakimiyyətlərinə təhdiddir. Və böyük müharibə planları, o da təhdiddir. Çingiz dünyanı oyadır. Hərəkətə keçirlər. Və gizli qalmalıdırlar. O zaman bir-birlərinə görə ittihamlar, filan, nə bilim, və bu tipli daha aşağı səviyyəli nəsə metodlar, kiməsə yasaq qoyuldu bunlardan, deputatlarından birisinə gülməlidir. Bütün nazirlərin arxasında Ruslardır. Vilayət Eyvazovun arxasında məsəl üçün Krişası, Rusiya Federasiyasının parlamentinin spikeri Volodindir. Məsəl üçün, bu faktdır. Digər nazirlər də elə. Bölgü artıq belədir. Putin arxasında, İlham Əliyevin arxasında Putindir. Krişası Putindir. Budur. Reallıq budur. Azərbaycanımızın suverenliyini veriblər, deyə bilərik. Yenidən Azərbaycanımızı azad etməyə olacaq Ruslardan. Necə ki, SSR vaxtı biz bunu etdik, bacardıq. Amma yaramazlar müstəqilliyimizi də öz maraqlarına qurban verdilər. Hələ sizi debil sayıb, geri zəka sayıb, Qarabağ kartını istifadə cəhdidir. Rusiyadır. Azərbaycan da Rusiyanın təkində, tam nəzarətində, yəni Belarus tipli. Və o istiqamətdə də gedir, kimsə alanmasın. Qısa müddətlidir bu söz deyişi, nə bilim nə. Azərbaycan ağası Putindir. Allanmayın millət. Və nöqtə vergülünə necə addımlayırıq, nə deyirəm, riayət edin. Azərbaycan ağası Putindir. Bunların bu metodlarına, trüklarına aldanmayın. Və Azərbaycanımızda nə qədər ləyaqətli, şərəfli insanlar türməyə həbs edib, türməyə soxubdur. İlham Əliyev,
şerdir. Tofiq Yaqubu acılıq aksiyası yaparır. İlham Əliyevi tənqid edən əsas tənqidçilərdən birisi idi. Və əminəm ki, o mövqedə qalır, amma acılıq aksiyası. Son yazısını oxudum. Yazı deyil, əslində o sözüdür, türmədədir. Mənim yanımdadır onun qızı Nərgiz uşaq dünyaya gətirəndə, yəni nəvəsini, ilk nəvəsini, həyatını qeyb etdi. Gözəl qızdı, özəl, mövqeli. Mənə də yandırdı o fakt. Amma o uşağı da böyüyür, nəvəsi böyüyür. Rusiyadadır, düzdür. Amma nəvəsi də tam da bir yerdədirlər. İndi özü həbsxanada, indi ikinci nəvəsi gözləyir. Və acılıq aksiyasıdır və deyir də ki, son verməyəcək. Sağlamlığını da artıq itirir. Deyir, bu ikinci uşaq doğuşunda da növbəti faciə ola bilər. Bu dəfə özü həyatını itirə bilər. Bu çox kədərli bir vəziyyətdir, çox kədər edici. Bu adam həbs olunur, şərlənir, güya bu fırıldaqçıdır. Və orada digərləri də var. Rüfət Səfərov, Azər Qasımlı, Rüfət Səfərli, Azər Qasımlı, Bəxtiyar Hacıyev və bir çox insanlar ki, haqq sözünü deməyə çalışırdılar. Haqsıza məruz olanların hüquqlarını qoruyurdular və jurnalistlərimiz, Sevinç Vaqif qızıdır, Abzas Mediadan, Ülviyə Sənlidir, onların komandası, Toplum TV komandası, Meydan TV komandası və qalmayıb, Turan da bağlandı Neyman Əliyevin. Yoxdur, və hamısını dağıdır. Barışın müxalifət də görürsünüz ki, özləri də bunu etiraf edib. Tamamilə dağınıq, heç bir ciddi fəaliyyət göstərə bilməyəcək vəziyyətdədirlər. Yəni, müxalifət də dağıdılıb. Və bunu edən İlham Əliyevdir və İlham Əliyev arxası olmasa, bunların heç birini edə bilməzdi. O arxasını vurub dağıdıram. Misyonla, ifşa etməklə, dünya çapında. Şərdilər, hamısı, dünyanı idarə edənlər. Adlarını sadaladım kimlərdir. İlham Əliyevi də hakimiyyətdən yola salacağıq, dedim, təkrarlayıram. Konstitusiyon yolla, seçkilər vasitəsilə. Mən Azərbaycanı tərk eləsəm də, etməyə də hazırlaşıram. Mənim missiyam sivil qaydada davam eləməlidir. Terrorist işgəncə sistemi altında yox, bu qəbul edilməz və BMT Baş Assambleyası da mənim müstəvimdə qərar qəbul edib. Mənim tanınmağım, mən mövcudam, amma fenomen kimi tanınmaq qərarı veriblər hələ ki. Və hüquqlarımın qorunması, bu mənim missiyamın sivil qaydada davam etməsi deməkdir. Yolum Yaponiyadır, Yaponiyada olacağım. Amma missiyam davam edəcək, sizlərə də çağırışlarım olacaq. Birlikdə adımlamaqımızla, nöqtə virgülünə qədər rəayət etməklə edəcəksiniz millət. Və seçkilər ki, biz azad seçkilərə nail olacağız. Bizim dinc vasitələrlə hərəkətimiz, tələblərimiz və dünyamız və dediklərin hamısı Azərbaycan Konstitusiyasına, qanunlara tam uyğun,
insan hakları, azad mövqe bildirmə hüququ və azad, tam şəffaf və ədalətli seçkilər. Və o seçkilər zamanı ki, biz buna nail olacağız. Mən qayıdacağım Azərbaycana qısa müddətli. Seçkilərdə mən iştirak etməyəcəm. Amma seçkilərdə səs verəcəm. Sizinlə birlikdə. Biz buna nail olacağıq. Və biz seçəcəyik. Komandam seçəcək. Komandama səs verəcəm sizinlə birlikdə. Əlbəttə ki, bu iqtidarı bu formada dinç yolla, konstitusiyon yolla, seçkilər vasitəsilə hakimiyyətdən yola salacağıq. Tarixin zibilliyinə. Bunların hakimiyyətdə olduğu müddət belə də Azərbaycan tarixində əksini tapacaq. Necə deyirəm olduğu kimi, faktlarla, sübutlarla. Budur. Bir kez daha sizlərə məlumatlandırdım. Böyük müharibə. Dünya idarəçilərinin qərarı önləməliyik. Əminəm ki, önləyəcəyik. Dünya ilə birlikdə. BMT Baş Assambleyasının birlik naminə sülh qətnaməsi var. Bu qətnamə imkan verir Baş Assambleyaya təhlükəsizlik şurası olmadan hərəkət eləsin, qərarlar versin və tətbiq etsin. 170 ölkədən çoxuq. 170 ölkədən çoxuq. Bu başqa rəqəmdir. Mənim mövcudluğuma səs verən və hüquqlarımı qorumağına səs verən 174 ölkədir. Təxminən rəqəmlə üst-üstə düşür. Dediyim məsələ isə həmin bu qətnamənin tətbiqi, bu sanksiyalardır, embargodur, boykotdur İsrailin BMT-dən qovulmasıdır və Amerika Birləşmiş Ştatlarına sanksiyalardır, boykotdur, embargodur və bir də hərbi güclərin qurulmasıdır BMT bayrağı altında, yəni mavi dəbilqə deyirlər də, ki, Fələstində də yerləşdirəcəyik və bir komanda kimi 170 ölkədən çox dövlətlər bir komanda kimi hərəkət edəcək, qərar və tətbiq, qərar və tətbiq. O zaman 100% əmin olun, o Rothschild olmasın, kim olsun. Mümkün olmayacaq ki, böyük müharibəyə başlasınlar. Önləyəcəyik. Önləməklə də bunların artıq sistemi ki, bir əsrə yaxındır, qruplara idarə edirlər dünyanı, onu əvəzləyəcəyik. Və bu 170 ölkədən çox dövlət qəti şəkildə bu qərardadır, bu mövqedədir. Dünya dəyişməlidir. Dünyanı idarə edən bu şeytani şər sistemi əvəzləməliyik. Və qərar verib bunu mənimlə birlikdə mümkün etmək və biz bunu edəcəyik. Böyük müharibələrini önləyəcəyik. Bu əsas hədəfdir. Siz də qoşulmalısınız bu hərəkata. Mən deyəcəm, necə? Budur. İlk mərhələ budur. Yaxın zamanlarda Azərbaycanda biz dəyişikliklər edəcəyik, nail olacağıq ki, dinç hərəkətlə, dinç bizim aksiyamızla, boykotda daxil. Yəni, bunlar İlham Əliyev planlaşdırır, yenə öz başına deyil. Referendum, konstitusiyanı dəyişməyə planlaşdırır, monarxiya keçmək istəyir, monarxik dövlət qurmaq istəyir. Əlbəttə, biz qəti şəkildə buna boykot edəcəyik. Deyək ki, etdik, İlham Əliyevin prezident seçkilərini 90%-ə yaxın boykot etdi. Ondan sonra, yarım il sonra baş verən növbəti saxtakarlıq
parlament seçkiləri ki, biz yenə onu boykot etdik 90%-dən çox. Və o qaydada da biz boykot edəcəyik bunların növbəti digər tədbirlərini. Qatılmırıq. Hələ ki, belə lazımdır. Və önləyəcəyik. Bunlar onsuz da baxmır, sizlə hesablaşmır. Monarxiya da bəyan edə bilərlər. Əllərində hələ ki, iqtidardadırlar. Amma inanın ki, qısa ömürlü olacaq. Hakimiyyətlərinin sonudur. Dünyanı idarə edənlərin sonudur. Bəm də Putinin sonu deməkdir. Yəni bu şər qüvvələr, şər niyyət, şər planlar, müharibələrlə yenə tutsun, zəbt eləsin, ilxaq eləsin, zülmlər. Bütün bunların hamısının sonudur. Bugünlük bu qədər, millət. Sizinlə birlikdəyəm. Adım da Çingizdir.